Salam dəyərli müəllimlər. Mən kurikulum üzrə təlimçi Agil Fəthullayev. Hər birinizə xoş gördük. Söz verdiyimiz kimi kurikulumdan ardıcıl izahlarımız YouTube kanalımıza yerləşdirilir. Mövzunu izlədikdən sonra möhkəmləndirmək üçün rəy bölməsində və izah hissəsində bərkidilmiş Telegram linkinə daxil olaraq orada da testləri işləyib mövzunu möhkəmləndirə bilərsiniz. Əyani və onlayn dərslərlə bağlı məlumat əldə etmək üçün 070 346 44 69 nömrəsi ilə də əlaqə saxlaya bilərsiniz. İndi isə keçək mövzuya. Mövzumuz müəllimlərimizin ən çox çətinlik çəkdiyi mövzulardan biridir. Hansı ki, kurikuluma aid olan terminlərin təsviri mövzusu. Mövzuya giriş edərkən sizə bir xatırlatma edim. İlk dərsi keçərkən biz kurikulumun tərifini öyrənmişdik. Kurikulum nəyə deyilir? Təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual sənətdir. Baxın, biz o terminlərin təsvirini öyrəndikdə həmin kurikulumla bağlı öyrənirik ki, Azərbaycanda tətbiq olunan kurikulum fən kurikulumlarıdır. Hansı ki, fən kurikulumları ilə bağlı danışdıqda, yəni hər bir fənnin özünə məxsus kurikulumdur. Struktur eynidir, amma fənnin özünə aiddir. İndi biz bununla bağlı danışacağıq xüsusən sizlə. Öyrənəcəyimiz əsas terminlər nələrdir? Amma qısa bir başlıqda onu yazım ki, hardan öyrəndiyimizi aydınlaşdıraq, daha sonra bizim üçün rahat olsun. Kurikulum belə demişdik, təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələlər özündə əks etdirir. Fən kurikulumda isə təhsilin yox, fənnin məzmunu, təşkil hissəsinə deyirik təlim strategiyaları, qiymətləndirmədə şagird nailiyyətlərinin qiymətləndirilməsi. Yəni, əslində fən kurikulumu və kurikulumun tərifində heç bir fərq yoxdur. İkisi də məzmun, təşkil və qiymətləndirmə üzərində qurulub. Siz bugün öyrənəcəksiniz fənnin məzmunu hissəsi, məzmunu ilə bağlı 3 əsas anlayış öyrənirsiniz. Ümumi təlim nəticəsi, məzmun xətti və alt standart. Bu anlayışlar üzərində qurulacaq dərsiniz və düşünək ki, bir sual da buradan da artıq qəbulda, çünki burada xüsusən də inteqrasiyadan ən az bir sualınız var və bu mövzunun içərisindədir. Çox diqqətlə yanaşılması lazım olan bir mövzudur. Diqqətiniz burada olsun. Nə sualınız olsa da rəy bölməsində və yaxud bizim qeyd etdiyimiz əlaqə nömrəsi ilə əlaqə saxlayaraq suallarınızı, yəni tam aydın olmayan nəsə olsa cavablarını ala bilərsiniz. İndi biz sizlə əsas izah üzərində dayanacaq fənnin məzmunu, məzmun. İndi məzmun üzərindən biz danışırıq, məzmun. 3 anlayış var. Ümumi, təlim, nəticələri. 2. Məzmun, xətləri. 3-cüsü də alt standart. Alt standartlar. Hər biri ilə bağlı xüsusən lazım olan cümlələri qeyd edəcəm ki, onun qeydiyyatını aparın özünüz üçün. İlk öncə ümumi təlim nəticələrindən başlayaq. Parçalayıram. Təlim nəticəsi nədir? Təlim nəticəsi sizin ən sonda əldə edəcəyiniz bilik, bacarıq. Yəni, mən bugün dərsə başladım. Mənim müəllimlərim bugün dərsin sonunda və yaxud bu dərsin sonunda ən sonda hansı biliyə və bacarığa yiyələnir? O olur sizin təlim nəticəniz, təlim nailiyyətiniz. Məqsəd kimi qoyuram, sonda nəticə kimi onu əldə edirəm. Bu olacaq bizim təlim nəticəmiz. Sonda əldə etdiyimiz bilik, bacarıq. Bəs sonda əldə olunan bilik, bacarıq yalnız bir günə mi məxsusdur? Yoxsa daha geniş anlayışlar da mı var? Ona görə də kitabınızda bəzi məsələlər qeyd olunmuyor, amma təlim nəticələri ilə bağlı düşən sualların içərisində onu görə bilirik. Diqqət etməli olduğunuz 4 nüans var. Bunlardan 3'ü vacibdir. Biri çox da bizi testə düşmür. Amma bilməyimiz məsləhətdir. 4'ünü də yazacağım. Qeydiyyatını aparın. Hansı təlim nəticələri var və tərifi nədir? 5 əsas nüansı burada bilsəz, heç bir probleminiz olmayacaq. Birincisi, tərifi. Tərifi budur. Təlim nailiyyətlərinin nəticələr formasında əvvəlcədən müəyyən olunması. Bu bizim tərifimiz. Təlim nailiyyətlərinin, yəni sonda əldə edəcəyiniz bilik, bacarıqların əvvəlcədən
nəticələr formasında müəyyən olunmasıdır. Bu tərifimizdir. Bunu qeyd edirsiniz. Bəs 4 dənə təlim nəticəsi hansıdır? Ən böyük budur. Təhsil səviyyəsi üzrə təlim nəticələri. Artıq biz əvvəlki mövzudan səviyyə anlayışından xəbərdarıq. Səviyyələr hansılardır? Ümumi təhsildən söhbət gedir. Məktəbə hazırlıq. İkinci səviyyə olur. İbtidai, ümumi orta və tam orta. Baxın, o səviyyələr üzrə təlim nəticəsində söhbət gedir. Yəni, mən ibtidaiyə 1-ci sinifə daxil oldum. 4-cü sinifi bitirdikdə hansı bilik bacarıqlara sahib olacağım? 1, 2, 3, 4, 4 sinif 4'ü də bura daxildir. Bu olur bir səviyyənin təlim nəticəsi. Bu qədər rahat. İkincisi, var məzmun xətti üzrə təlim nəticəsi. Məzmun xətlərinin izahını verdikdə geniş formada nə olduğunu danışacaq. Amma burada öyrənək ki, hər bir məzmun xəttinin təlim nəticəsi mövcuddur. İndi təlim nəticəsinin nə olduğunu öyrəndikdə əslində bunu daha yaxşı yadda saxlayacaqsınız. Hər bir məzmun xəttinin təlim nəticəsi mövcuddur. Üçüncü, fənn üzrə sinfin sonu üçün təlim nəticəsi. Yəni, Agil müəllim 5-ci sinifdə başlayır tarix fənnini tədris etməyə. Bu 5-ci sinfin sonunda, bir ilin sonunda tarix fənni üzrə hansı bilik bacarığa yiyələnəcək? O özünü əks elətdirəcək fənn üzrə sinfin sonu üçün təlim nəticələrində. Bu da bir sinif və bir fənnin nəticəsini özündə əks etdirir. Daha 6-cı sinif bura aid deyil. Bu olacaq fənn üzrə sinfin sonu üçün təlim nəticəsi, sonuncusu ən kiçiyi də budur. Dərsin sonu üçün təlim nəticəsi. Dərsin sonu üçün təlim nəticəsi. Hal-hazırda başladıq dərsi keçməyə. Bu dərsin sonunda hansı bilik bacarığa yiyələnəcəksinizsə, o da olur bir dərsin sonu üçün təlim nəticəsi. Yəni 4 təlim nəticəsi var və bunlardır. Bunları yadda saxlayaq. Məlumatımız olsun bunlardan. Məsələn, buraxılış imtahanları götürək. Buraxılış imtahanlarında Azərbaycan dilindən sual düşdükdə, bəs Azərbaycan dilinin yalnız 9-cu sinifindən mi düşürmüsən 9'lara? Xeyr, 5, 6, 7, 8, 9 hamısından. Deməli, buraxılış imtahanları səviyyələr üzrə təlim nəticəsi əsasında hazırlanır. Bu olacaq bizim üçün öyrənəcəyimiz məsələn səviyyə üzrə təlim nəticəsi nədir? Bir səviyyədə formalaşıb bilik bacarığı və onu yoxlayırıq. Və yaxud bir sinifin sonu üçün, bir dərsin sonu üçün. Təlim nəticəsi ilə bağlı bunları bilirsinizsə, heç bir probleminiz olmayacaq. Bu təlim nəticəsidir 4 və tərifə. Sualımız olduqda rəy bölməsində yazaq. Zəhmət olmasa, bunların artıq təkrar saxlayıb, izləyə və yaxud geri qaytara bilərsiniz. İndi mən sizə danışacağım. Əsas anlayışlardan biri, hansı ki, dərsliklər bunların üzərində qurulur. Məzmun xətləri. Məzmun xətti hər bir fənn müəllimində bizi izləyən fənn müəllimi məzmun xətlərinə diqqət yetirməlidir. Çünki inteqrasiyadan ən az bir sualınız var və fənn daxili inteqrasiyada məzmun xətləri ilə bağlıdır. Alt standart əsasında qurulur. Sadəcə məzmun xəttinin fərqli olması bizə cavabı tapmağa kömək edir ona görə. Hər kəs öz ixtisası üzrə məzmun xətlərini bilməlidir. Məzmun xətti nədir? İndi biz baxaq. Fənnin məzmunu 3 dənə hissəsini öyrəndik. Təlim nəticəsi, məzmun xətti və alt standart. İndi baxıram. Məzmun xətti əslində fənnin məzmununun hissəsidir. Yəni hissəsidir. Amma bura belə deyirəm. Bu hissələr içərisindən zəruri olanıdır. Yəni məzmunun zəruri hissəsidir. Üçündən ən zərurisi hansı oldu? Məzmun xətti. Zəruri hissəsidir. İkinci izah verirəm. Bu tərifi daha yaxşı yadda saxlamağımıza kömək edəcək. Məzmunun zəruri hissəsidir. Bəs nə üçün müəyyən olunur bu? Təlim nəticələrinin, ümumi təlim nəticələrinin reallaşması üçün müəyyən olunan məzmunun zəruri hissəsidir. Bu tardır. Tərifi budur. Ümumi təlim nəticələrinin reallaşması üçün müəyyən olunan məzmunun zəruri hissəsidir. Onsuz görürük. Üçü də məzmunun hissəsidir. Zəruri olanı məzmun xəttidir. Nə üçün müəyyən olunub?
ümumi təlim nəticələrinin reallaşması üçün. Ümumi təlim nəticə və yaxud indi tam deyirik. Fənn üzrə ümumi təlim nəticələrinin reallaşması üçün müəyyən olunan məzmunun zəruri hissəsidir. Tərifi də budur. Yəni bu tərifi yadda saxlayırsınız. Bu bizim üçün vacibdir. Bilin, çünki testləri işlədikdə görəcəksiniz, qarşınıza çıxacaq. Zəruri sözünü əvəz edə biləcək nə ifadə düşsün, yadda saxlayaq ki, hamısı doğrudur. Yəni, zəruri hissəsidir, yerinə yazılsın, ana xəttidir, əsas hissəsidir, leytmotividir, əsas xəttidir və s. və ilə. Yəni, nə yazsa doğrudur. Fənn üzrə ümumi təlim nəticələrinin reallaşması üçün müəyyən olunan məzmunun zəruri hissəsidir. Ana xəttidir, əsas xəttidir, məzmunun əsas hissəsidir. Hamısı məzmun xəttinə aiddir. Daha sonra ikinci bir cümlə. Məzmun xətti hər fənnin şagirdlərdə formalaşdırdığı bacarıqlar üzrə müəyyənləşir. Hər fənnin formalaşdırdığı bacarıq nədir? Tarix fənni, tarixi zaman, tarixi məkan, dövlət, şəxsiyyət, mədəniyyət, Azərbaycan dili, dinləyib anlama, danışma, oxu, yazı, dil qaydaları, kimya, maddə aləm və yaxud orada olsun, riyaziyyat, ədədlər və əməllər, ədəbiyyat və həyat həqiqətləri və s. və ilə. Yəni, xarici dildə də dinləyib anlama, danışma, oxu, yazı belə gedir. Yəni, baxıram, məsələn, tarixdə tarixi zaman, riyaziyyatda ədədlər, əməllər. Mən tarix müəllimi kimi ədədlər və əməllər, toplama, çıxma, bölmə, bunları öyrətməliyim, yox? Yox. Bunu riyaziyyat müəllimi edəcək. Həmin fənnin formalaşdırdığı bacarıqdır. Amma tarix fənni tarixi zamandır. Riyaziyyat müəllimi də zamanı onlara öyrətməyəcək ki, filan ildə filan hadisə baş verdi. Onun işi deyil. O da tarix müəlliminin işidir. Hər fənnin formalaşdırdığı bacarıqlar üzrə müəyyənləşir dedikdə bunu nəzərdə tuturuq ki, artıq hər kəs öz ixtisası üzrə bundan məlumatlı olmalıdır. Növbəti yeni video izah yükləni, yəni sabaha qədər artıq siz bunu öyrənməlisiniz. Öz ixtisasının üzrə məzmun xətləri hansılardır? Onsuz alt standartdan danışanda bunu görəcəksiniz. Daha sonra məzmun xətti bir rəqəmlə ifadə olunur. Bir rəqəm. İndi baxaq, bu bir rəqəm nədir? Bir rəqəm. Məsələn, Azərbaycan dilində hər kəsin bildiyi Azərbaycan dili 1, 2, 3, 4 məzmun xətti var. Baxın, 4 dənə hər biri təkdir. Yəni, birin yanında ikinci bir yoxdur. Çünki o olduqda başqa bir şey olacaq o. Bir rəqəmlə ifadə olunur. Bir ədəd 2, bir ədəd 3, bir ədəd 4. Riyaziyyat olsa 5-i də var yanında. Bir ədəd 5. Yanında ikinci rəqəm yoxdur. Bu deməkdir. Bir rəqəmlə ifadə olunur. Və eyni fənn daxilində siniflər üzrə dəyişməz. 5-ci sinifdə tarixdə nədirsə, 10-cu sinifdə də odur, 11-ci sinifdə də odur. Məzmun xətti dəyişməzdir. Dedik ki, bir rəqəmlə ifadə olunur və dəyişmir. Dəyişmir. Əsla dəyişmir eyni fənn daxilində. Bu, məzmun xətti ilə bağlı verdiyimiz məlumatdır. Fənnin əsas hissəsidir, zəruri hissəsidir. Dəyişməməsinin səbəbi də budur. Fənn onun üzərində qurulur. Bir rəqəmlə ifadə olunur. Hər fənnin formalaşdırdığı bacarıq üzrə müəyyən olunur və eyni fənn daxilində heç vaxt dəyişmir. Yaxşı. İkinci izahımız. Üçüncü izahımız daha doğrusu. Bu məzmun xəttidir. İndi təbii məzmun xətti dedik ki, 4 dənə rəqəmlə ifadə elədi Azərbaycan dilində və biz ümumi təlim nəticələrində də demişdik ki, məzmun xətti üzrə təlim nəticəsi var. Məsələn, birinci məzmun xətti nə idi Azərbaycan dilində? Dinləyib, anlama, danışma. Bu birinci məzmun xəttidir və dəyişmir. İndi bunun formalaşdırdığı bacarıqlar özünün təlim nəticəsi var. 2. Oxu. Bunun da özünün təlim nəticələri var. Yazı, dil qaydaları həmçinin. Yəni, hər birinin formalaşdırdığı bilik və bacarıqlar var və bu da olur hər bir təlim nəticəsi, hər bir məzmun xəttinin təlim nəticəsi. Yaxşı, məzmun xəttləri ilə bağlı dediyimiz budur. Bir rəqəmlə ifadə olunur. Alt standartda onu bir daha toxunacaq biz. Alt standartda nəyə baxırıq biz?
məzmun xəttini də tam aydınlaşdırmaq üçün əslində əsas standart anlayışı artıq qəbul proqramından çıxarılıb, təbii ki, o çıxarıla bilməz. Əsas standart olur, amma proqram da bizə düşməyəcək. Sadəcə biz rəqəmlər üzərindən bunu dəyərləndiririk. Baxın, buraya yazıram 1.1.1. 3 dənə 1 yazdım ora. 3 rəqəmlə ifadə olunursa, 3'ü bir yerdə adlanır alt standart. Deməli, alt standart 3 rəqəmlə ifadə olunur. Amma bunun nə üzərində qurulub ona baxırıq. Azərbaycan dilinin 1.1.1 olsun. Birinci rəqəm ifadə edəcək məzmun xəttini. Deməli, Azərbaycan dilində birinci məzmun xətti nədir? Dinləyib anlama, danışma. Bu olur birinci məzmun xətti. İkinci rəqəm ifadə edəcək əsas standartı. Birinci məzmun xəttinin birinci əsas standartı. Bunu belə götürdük. Üçüncü isə olacaq alt standart. Yəni məzmun xətti, əsas, burada isə alt standart. Alt standartda üçüncü rəqəm olacaq. Yəni üçündə də 1'dir. Amma birinci rəqəm məzmun xətti, ikinci əsas standart, üçüncü alt standart. Oxunuşu da belədir. Mənsubluq bildirəcək. Birinci məzmun xəttinin birinci əsas standartının birinci alt standartı. Dəyişsin. 2.1.3 olsun. İkinci məzmun xəttinin birinci əsas standartının birinci alt standartı. Və yaxud eyni əsas standart 1.1 əsas standartının ikinci alt standartı, 1.1 əsas standartının üçüncü alt standartı. Bunları da etmək mümkündür. Mənsubluq əlaqəsi ilə bu buna mənsubdur, bu da buna mənsubdur. Belə gedir. Yəni 1.1 əsas standartının 5 dənə də alt standartı ola bilər. Birinci məzmun xəttinin 5 dənə də əsas standartı ola bilər. Bu belə olur. Bunu da yadda saxlayaq. Təbii ki, bu test mövzusu deyil. Müəllimlərimiz çox soruşur deyə, burada ağılları qarışmasın deyə. Amma testdə belə bir sual düşməz bizə. Sadəcə sizin üçün aydın olmağından ötürü izahını verdim onu. Yaxşı, alt standart nədir? Alt standart təhsil alanların bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir. Yəni alt standartın həm bilik, həm bacarıq hissəsi olacaq. Alt standart təhsil alanların bilik və bacarıq hissəsinə qoyulmuş dövlət tələbidir. Bu birinci izahımız. Bunu yadda saxlayaq. Bilik bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir. İkinci, alt standart həm də alt standart təhsil alan və təhsil verən qarşısına qoyulan minimum tələbdir. Bunu da yadda saxlayın. Təhsil alan və təhsil verən qarşısına qoyulan minimum tələb nədir? Bəs biz məktəbdə şagirdlərdə formalaşdırdığımız bilik bacarıqlar əslində həyatda yaşamaq üçün lazım olan ən zəruri vacib biliklər və yaxud bacarıqlardır. Hamısı deyil. Ona görə biz minimum tələb götürürük. Hətta siz dövlət standartların bundan əvvəlki mövzuda 42-ci maddə var. 42-ci maddənin sonuncu 5-ci bəndinə baxsaz, dövlət minimum təhsil standartları müəyyən edir deyir. Baxın orada. Maksimum demir. Ona görə də burada da baxın, təhsil alan və təhsil verən qarşısına qoyulmuş minimum dövlət tələbidir. Bu cümləni də yadda saxlayırsınız. Alt standartdan bağlı bunları dedik. Daha sonra 3 rəqəmlə ifadə olunur. 3 rəqəmlə ifadə olunur. Bu 3 rəqəmin izahını artıq sizə verdim. Bu anlayışlardan başqa bir də deyəcək sizə summativ qiymətləndirmənin aparılmasını təmin edir. Bu bizə testə düşə bilir. Summativlər nə əsasında aparılır? İndi çalışan müəllimlərimiz dinləyirsə, onların artıq məlumatı var. Çünki summativləri hazırlayarkən, məsələn, KSG hazır, kiçik summativ qiymətləndirməni hazırlayıram. Hər bir sualın standartı qeyd olunur orada. Bu olur summativ qiymətləndirmə əsasında, alt standart əsasında aparılması. Yəni, bu 4 cümləni əzbər bilirik. Summativ qiymətləndirmə nə əsasında aparılır? Alt standart əsasında. Təhsil alan və təhsil verənin qarşısına qoyulmuş minimum tələb nədir? Alt standart. Təhsil alanın bilik bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbi nədir? O da alt standart. 3 rəqəmlə ifadə olunur. Alt standart. Bundan başqa alt standartın 4 funksiyası var. Və alt standart yerinə yadda saxlayın. Məzmun
standartı da yazıla bilər. Eyni anlayışdır. Çünki əslində məzmun standartı və alt standart, əsas standart üçü bir-birinə yaxın anlayışdır. Məzmun standartı həm əsas, həm alt standart. Alt standart daha dəqiqdir, əsas standart daha geniş anlayışdır, amma hər ikisi məzmun standartıdır. Yəni, məzmun standartı yazılırsa, bunların hamısını götürürsünüz, doğrudur. Alt standart ilə məzmun standartı. Yaxşı, bu 4 cümləni artıq izahdan saxlayıb qeydiyyata apara bilərsiniz. Biz indi sizə danışacaq alt standartın funksiyalarından. Və 2024-cü il kitabında da bəzi dəyişikliklər var ki, onları da xatırladacaq funksiyalar içərisində. Birinci ondan başlayırıq. Alt standart təlim nəticələrinin reallaşmasını təmin edir. Təlim nəticələrinin reallaşmasının təmin olunması nədir? Biz yuxarıda təlim nəticələri saydıq. Həmin təlim nəticələri sonda əldə olunan bilik bacarıqdır və onların ən sonuncusu dərsin sonu üçün təlim nəticəsi alt standartdan çıxarılır. Yeni qayda budur ki, alt standart özü də dərsin təlim nəticəsi ola bilər. Və bu, hər 4 ildən bir kitablar dəyişilir, dərsliklər. Və həmin dərsliklər müəyyən alt standart, məsələn, 8-ci sinif Azərbaycan dili 18-dən alt standart, məsələn deyirəm, yəni 17 dollar, 16 da dövlət verir. Standart verib, o standartlar bir il ərzində reallaşdırılmalıdır. Həmin o alt standartların artıq məzmunu daha da daraldılıb, bir dərs üçün də götürülə bilər. O zaman biz demirik, bütün alt standart bir dərsin təlim nəticəsi ola bilər. Yeni dəyişilmiş fən kurikulumlarında olan alt standartların əksəriyyəti bir dərsin təlim nəticəsi ola bilər. 2 cümlə dedim. Təlim nəticələri, dərsin təlim nəticələri alt standartlardan çıxarılır. Və ya alt standart özü bir dərsin təlim nəticəsi ola bilər. Bu 2 cümləni qeyd edeyim, sonra ikinci funksiyanı danışacağım. 2 deyə bilərəm ki, məzmunun davamlı inkişafını təmin edir. Məzmunun davamlı inkişafı bəs nədir? Yəni, alt standart, məzmun xətti dedim ki, sinifdən sinifə keçdikcə dəyişməz, amma alt standart hər sinifdə dəyişəcək. İndi çox üzr istəyirəm, hər sinifdə dəyişir. Amma məzmunda inkişaf edir. Bu necə olur? Deməli, məzmun dəyişmir, çətinlik səviyyəsi artır. Bunu yadda saxlayın. Məsələn, 5-ci sinifdə 1.1.1 var. 6-da da 1.1.1 var. İkisində də var, eyni fəndə. Fərq nə oldu? Eyni rəqəmdir. Məzmunu eyni qalır, çətinliyi artır. Yəni 6-cı sinif 5-ci sinifdən daha çətindir. 7 6-dan daha çətin olacaq. Yəni, hər sinifdə də dəyişəcək. Yəni alt standart sualda qarşınıza testdə çıxacaq ki, reallaşmadıqda növbəti il reallaşdırıb sonra alt standart, növbəti ilin alt standartına başlamaq olar? Yox. Biz onu bu il ərzində reallaşdırmalıyıq. Alt standart bir dərsin təlim nəticəsi kimi götürülə bilər və daim dəyişir. Bu daim dəyişir sözü buradandır. Məzmunun davamlı inkişafının təmin olunması. Sinifdən sinifə keçdikcə daim dəyişir. Məzmun dəyişməz qalır, çətinlik səviyyəsi artır. Məzmun dəyişməzdir, amma çətinlik artır. Məsələn, riyaziyyatdan götürək. Ədədlər və əməllər, birinci məzmun xəttindən. Tutaq ki, 5-də natural ədəddir. 5-ci sinifdən sonra daha çətin olan ədədlər olsun, məsələn, rasional ədəd olsun. Ondan sonra gəlsin irrasional ədəd növbəti sinifdə. Yəni, biz baxırıq ki, ədədlər qalıb, məzmun eynidir, amma çətinlik artır. Natural, sonra rasional və indi riyaziyyat müəllimlərimiz ardıcıllıq daha düzgün bilir, indi ixtisasım deyil. Yəni, çətinlik artır, məzmun dəyişmir. Bunu belə yadda saxlayaq. Daim dəyişir, amma bu dəyişmə məzmun etibarilə dəyişmə deyil, çətinlik səviyyəsinə görə dəyişir. Növbəti, 3-cü funksiyamız olacaq, təlim strategiyalarının müəyyən olunmasında əsas rol oynayır. Təlim strategiyası nədir? Təlim strategiyası üsullar və formalardır. Mən dərsi qurarkən fəaliyyətdə seçəcəyim üsul və formaları da alt standart əsasında seçirəm. Bu necə olur? Öyrədəcəyim bilik və bacarıq alt standartda öz əksini tapdığından mən də
alt standartı keçərkən həmin o bilik bacarığı alt standartdan götürdüyümdən fəaliyyəti də ona uyğun qururam. Yəni üsul və formanı həmin bilik bacarığa çatmaq üçün seçirəm. Deməli, həmin bilik bacarığı alt standartdadır. O bilik bacarığa çatmaq üçün seçdiyim üsullar və formalar alt standarta əsasən seçilmiş sayılır. Biz inşallah planlama mövzusunu keçəndə bunu daha dərindən öyrənəcəksiniz. Dərs təlim nəticəsinə əsasən qurulur. İlk öncə təlim nəticəsi müəyyən olunur, sonra qiymətləndirmə nəticəyə əsasən, sonra fəaliyyət nəticəyə əsasən qurulur. Fəaliyyətdə üsullar və formalardır, həmin o təlim strategiyaları. Strategiyada mən məqsədə çatmaq üçün istifadə etdiyim strategiya. Həmin strategiyalarda üsullar və formalarda alt standarta əsasən seçilməlidir. Bunu da yadda saxlayırsınız. Sonuncu funksiyamız olacaq. Bax, bu məlumatlar kitabda verilməyib, amma testlərdə qarşımıza çıxır. Ona görə də diqqətlə qeydiyyat aparın burada. Dördüncü olacaq. İntegrativliyi təmin edir. İntegrativ. İlk dərsin izahını verərkən demişdim olsun, inteqrasiya haqqında danışacaq və qəbulda bir sualınız buradandır. Burada çox diqqətli olmalısınız. İntegrativliyin təmin olunması nədir? İlk dərsdən tərifi bilirsiniz. Təhsilin məzmun komponentlərinin bir-biri ilə və həyatla əlaqələndirilməsinə biz deyirik inteqrasiya. İndi həmin o integrativliyi alt standart əsasında necə qurulur ona baxaq. Bura qədər olan hissəni silirəm artıq. 4 məqsədimiz və yaxud funksiyamız var. 4 funksiyanın 4'ünü də artıq düşünürəm yazmısınız. Yazmamısınızsa belə videonu geri qaytarırsınız. Hər birini qeyd edirsiniz. Təbii mahiyyətən anlayaraq izahlarını dinləyərək. Yaxşı. İndi əsas izahımız alt standartın funksiyaları və integrativlik funksiyası. İnteqrasiya nədir? İnteqrasiya zamanı həm fənlər öz aralarında, həm də bir-biri ilə, eləcə də həyatla əlaqələnə bilir. Tərif belədir. Təhsilin məzmun komponenti, yəni fənlərin bir-biri ilə və həyatla əlaqələnməsi. Ona görə inteqrasiyanın 3 səviyyəsi var, 3 növü var. Fən daxili inteqrasiya, daxili fənlər arası inteqrasiya, fən üstü inteqrasiya. Fən daxili, fənlər arası və fən üstü inteqrasiya. Bunların hər biri haqqında genişcə danışacağım sizə. Xüsusən diqqətimizi çəkən burada fən daxili olacaq. Bunları tapmaq asandır. Fən üstü və fənlər arasında. Fən daxilidə diqqət yetirməli olduğunuz məqam məzmun xəttləridir ki, məzmun xəttlərini də düşünürəm ki, əzbərləyəcəksiniz dərsin sonunda. Çünki məzmun xəttlərimizi bilməsək, fən daxilini ayırt etməkdə çətinlik çəkəcəksiniz. Yaxşı. Fən daxili inteqrasiya nədir? Eyni fənnin daxilində ya siniflər üzrə, ya da eyni sinifdə mövzuların, bölmələrin bir-biri ilə əlaqələndirilməsidir. Yəni, mən bu gün sizlə dərs keçirəm, kurikuluma aid olan terminlərin təsviri, kurikulumu anlayışı haqqında danışdıqda inteqrasiyadan danışmışdım. Onu xatırladıram sizə. Yəni, eyni bölmənin daxilində müxtəlif mövzuları eyni fənlə bağlı əlaqələndirdim. Orada öyrəndiyiniz burada sizin işinizə yarayacaq. Bu olur fən daxili inteqrasiya. Eyni fən daxilində ya siniflər arasında, ya da eyni sinif daxilində əlaqə qurulmasını təmin edir. İndi gəlin bununla bağlı nümunələr deyək və növlərini sayaq. İlk öncə növlərə. Fən daxili inteqrasiya şaquli və üfüqi olmaqla iki yerə bölünür. Fən daxili şaquli, fən daxili üfüqi. Şaquli inteqrasiya eyni fən müxtəlif sinifdir. Yəni bu olur siniflər arası inteqrasiya. Üfüqi isə eyni fən eyni sinifdir. Bu da olur sinif daxili. Siniflər arası sinif daxili. Bunu da qeyd edin. İndi mən sizə 3 dənə tərif deyəcəm. Bu tərif biri hər ikisinə aiddir. Bir də bir-birindən fərqləndirilən hissəni deyəcəm və situasiyaları oradan fərqləndirəcəksiniz. Əslində fən daxili inteqrasiya məzmun xəttləri arasındakı əlaqəni bildirir. Və bunu buradan tapacaqsınız. Çünki sinif anlayışı çox da çətin situasiyalarda salınmaz. Yəni siz hansı sinifdə, eyni sinifdə, müxtəlif sinifdə bunu tapa bilməzsiniz.
ancaq məzmun xətti ilə salınacaq. Fən daxilinin tərifi budur. Məzmun xəttləri arasındakı əlaqəni bildirir. İndi məzmun xəttləri arasındakı əlaqəni bildirən fən daxilidir, hər ikisinə aiddir. Həm üfüqə, həm şaquliyə. Şaqulidə bu məzmun xətti necədir? Eyni məzmun xətti arasındakı əlaqəni bildirir. Eyni məzmun xətti olduqda şaqulidir. Müxtəlif məzmun xəttləri arasındakı əlaqəni bildirirsə üfüqidir. Yəni ikisində də məzmun xətti arasında əlaqədir. Məzmun xəttləri eynidirsə şaquli, müxtəlifdirsə üfüqi. Bu situasiyanı buradan tapa bilərsiniz. Başqa mümkün deyil yolunu tapmaq. Bu cümlələri qeyd edin, nümunə üzərində izahını verim. Daha sonra fənüstü və fənlər arasında baxaq. Eyni məzmun xətti və müxtəlif məzmun xətti. Gəlin riyaziyyat fənnini fəndaxili inteqrasiya olaraq əlaqələndirək. Keçən sertifikasiya müəllimlərimiz ilə şaquliyə üfüqüsü düşür. Hər sertifikasiya, hər il MİQ imtahanında bir sual inteqrasiyadandır, yadda saxlayın. İndi baxaq. Eyni məzmun xətti arasında əlaqə quraq. Deyir ki, müəllim şagirdlərə ifadə həlli zamanı, yəni bugünkü dərsimiz ifadələrin həll olunmasıdır. İfadə həlli zamanı vurma cədvəlindən istifadə etməyi öyrədir. Gəlin baxaq, riyaziyyatda birinci məzmun xətti ədədlər və əməllərdir. Ədədlər və əməllər. Bu birinci məzmun xəttimizdir. İfadə həlli zamanı mən vurma cədvəlindən istifadə edirəm. İfadə nədir? İfadə həlli, məsələn, 5 üstə 7 bərabərdir neçə? 5 vur 5, 5-i 5-ə vururuq, bərabərdir neçə? Və yaxud üstə gəl, vur, çıx, ədədlər və əməllərlə ifadəni həll etmək ədədlər, əməllər mövzusuna aiddir. Bu zaman vurma cədvəli biliklərindən istifadə edir. Vurma cədvəli nədir? Elə 5 vur 5 vurma cədvəlində rəqəmlərin bir-birinə vurulması. Deməli, hər ikisi həm ifadə həlli, həm də vurma cədvəli eyni məzmun xəttiyə aiddir. Birinci məzmun xətti ədədlər və əməllərə aiddir. İfadə həlli zamanı vurma cədvəlindən istifadə etdi. İki anlayış gördük. İfadə həlli və vurma cədvəli. Hər ikisi eyni məzmun xəttinə aiddir. Ədədlər və əməllərə. Eyni məzmun xətti olduğunda bəs nə olur? Deməli, fən daxili şaquli inteqrasiya olacaq o. Fən daxili və şaquli. Eyni məzmun xətti. İndi gəlin, müxtəlif məzmun xətti artıq deyək. Bəs müxtəlif məzmun xətti necə olar? Fən üstünü silmiş olub, yox. Fən üstü. Müxtəlif məzmun xəttimiz. Azərbaycan dili müəllimi şagirdlərə videoçarx izlədir və şagirdlərin izlədikləri məlumatlardan xatırladıqlarını esse formasında yazmalarını istəyir. Filan qədər cümlədən ibarət esse formasında yazmalarını istəyir. Gəlin baxaq. Videoçarxı biz izlədik. Müəllim bizə videoçarxı izlətdi. Və bu zaman yadımızda, xatırımızda, ağlımızda, yaddaşımızda qalanları esse kimi yazdıq. Azərbaycan dilində birinci məzmun xətti dinləyib, anlama, danışma. 2 oxu, 3 yazı, 4 dil qaydalarıdır. Mən videonu izləyirəm, yadımda qalanı esse yazacağım. İzlədim, dinlədim və anladım. Yadımda saxladım. Bu dinləyib anlama birinci ilə bağlıdır. Danışma yox tabi. Dinləyib anlama bir aiddir onsuz. Bir də burada yadımda qalanı esse yazmalıyam. Bu da yazı ilə bağlıdır. Əslində həm birinci, həm iki Azərbaycan dili ilə bağlıdır. Amma biri dinləyib anlamadır, biri yazıdır. Ona görə də dinləyib anlama və yazı məzmun xəttlərini əlaqələndirdiyimizdə eyni fənnin daxilində müxtəlif məzmun xəttləri olur. Müxtəlif məzmun xətti də üfüqi inteqrasiyanın göstəricisidir. Yəni, sadə sual olar, deyər 2-ci sinifdən 3-cü sinifə inteqrasiya etdi. Bu tipli suallar qarşınıza çıxacaq, amma bunlar sadədir, qəbul tipli deyil. Qəbula düşən suallarda fən daxili əgər şaquli və üfüqi fərqləndirməyinizi istəyirsə, bu formatda tapmalısınız. Yenə də suallarınız olsun, rəy bölməsində yazırsınız, cavablandırılacaq. Yəni, inteqrasiya ilə bağlı, fən daxili ilə bağlı deyəcəyimiz bu qədər. İkinci,
fənlər arası inteqrasiya, bunu tapmaq nisbətən asandır. Müxtəlif məzmun xəttləri arası, müxtəlif fənlər arasında əlaqənin qurulması. Yəni tarix müəllimi tarixi keçərkən coğrafi biliklərinə istinad edir, ərazinin coğrafi xarakteristikasını bilməklərini istəyir, şagirdlərdən soruşur. Bu zaman şagirdlər iki fənni bir-biri ilə əlaqələndirəcəklər. Bu olur fənlər arası inteqrasiya. Daha sonra kimya, fizika, riyaziyyat, kimya, fizika. Bütün fənlər bir-biri ilə əlaqələnə bilər. Bunu da yadda saxlayaq ki, bütün fənlər. Ədəbiyyat, tarix, ədəbiyyat məsələn bir-biri ilə əlaqələndirildi. Dedi, Azərbaycan dili tarix, riyaziyyat tarix, kimya tarixini biz orada karbon üsulu ilə fosillərin yaşlarının müəyyənləşdirilməsi və müxtəlif, daha çox saya bilərik. Fənlər arası inteqrasiyanı nisbətən rahat müəyyən edə bilirik. Sonuncusu, fən üstü inteqrasiya. Fən üstü inteqrasiya öyrəndiklərimizin həyatla əlaqələndirilməsidir. Burada iki tip situasiya düşür. Ya sinifdə öyrəniləni həyatda tətbiq edirik. Məsələn, coğrafiya müəllimimiz bizə öyrəndir ki, cəhətlər necə müəyyən olunur və salır bizi məktəbin həyətinə bir obyekt göstərir, coğrafiya obyekt, ağac və deyir ki, cəhətləri tap. Öyrənmirsən, həyata keçir. Bu artıq həyatda tətbiq edir və yaxud meşədə azmısınız, etmişsiniz. Bu zaman siz cəhəti filan istiqamətə necə gedərsiniz? Artıq öyrəndiyinin həyatda tətbiqini istəyir. Riyaziyyat müəllimi 3 ölçülü fəza fiqurlarının ölçülməsini öyrətdi. İndi deyir ki, hər kəs öz otağının sahəsini ölçsün və yaxud həcmini ölçsün. Bu zaman sinifdə öyrəndiyimizi həyatda tətbiq edirik. Bu olur həyatla əlaqələnmə. Müxtəlif deyə bilərik. Fizik tərbiyə müəllimi öyrətdik, getdik yoldaşlarımızla, dostlarımızla küçədə oynadıq. Bunlar hamısı fən üstü inteqrasiyadır. Bir də var, həyatda formalaşan bacarığın sinifdə tətbiqi. Yəni, biz həyatda formalaşdırmışıq, onun sinifdə tətbiqi olunur, istənilir. Həyat və yenə fən əlaqələndirilir. Hər ikisində həyat və fən əlaqələndirilir. Burada tutaq ki, hesablama bacarığı zəif olan biri əslində pul əskinaslarını yaxşı hesablaya bilir, amma riyaziyyat dərsində bunu yaxşı bacarmır. O zaman onun biliyinə əsasən hesablama aparmaqla formalaşdırmaq olar onu, o bacarığı. Yəni, həyatda formalaşanı sinifdə tətbiq elətdiririk ona və bu yolla inkişaf elətdirə bilərik. Bu da olur əslində həyat və mövzunun əlaqələndirilməsi. Bu da olur fən üstü inteqrasiya. Ən vacib mövzulardan da və bilirəm ki, müəllimlərimizin əksəriyyəti bu mövzuda çətinlik çəkir. Diqqətlə dinləyin, videonu təkrar izləyin. Suallarınız olsa rəy bölməsində və yaxud qeyd olunan əlaqə nömrəmizə yazın. Sualları cavablandıracaq. Möhkəmləndirmək üçün möhkəmləndirici testlərə baxın, zəhmət olmasa Telegram kanalında mövzunu möhkəmləndirək. Əsas odur ki, bu mövzu üzərində problemimiz qalmasın. Əl xüsusda bizə lazım olan inteqrasiya mövzusuna. Digər tərəfdən Telegram və YouTube kanalımıza təbii abunə olaq. Bizim ödənişli dərslərimiz, əyani və onlayn ödənişli dərslərimizlə bağlı maraqlanmaq istəsəz 070 346 44 69 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz ki, sizin bundan sonra olan intensiv qruplarımıza da əlavə olunmağınızla bağlı məlumatlar verilsin. Mövzu izahımız bu qədər. Sağ olun, Allah amanında qalın.